Amerika Birləşmiş Ştatları Konqresində Azərbaycanla bağlı növbəti dinləmələr keçirilib. Azərbaycana qarşı yönələn dinləmələrdə əsas müzakirə mövzusu Birləşmiş Ştatlar-Azərbaycan münasibətləri, eləcə də ölkəmizdə insan haqları ilə bağlı vəziyyət olub. Ətraflı Birləşmiş Ştatlar büromuzdan Qənirə Ataşova. Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məsələsi bu dəfə Birləşmiş Ştatlar Konqresinin Helsinki komissiyasında müzakirəyə çıxarıldı. Leyla və Arif Yunusun qızları Dinara Yunusu müşahidə edən isə Amerikanın Azərbaycandakı sabiq səfiri Richard Morningstar idi. Dinara valideynlərinə qarşı təzyiqlərin olduğunu deyərək Vaşinqtondan kömək istədi. Azərbaycandakı insan haqlarının durumunu müzakirə olunduğu briefingdə söz alan sabiq səfir Richard Morningstar iki ölkə arasında strateji maraqların olmasına baxmayaraq münasibətlərin pozulduğunu söylədi. O hesab edir ki, buna səbəb insan haqları ilə bağlı vəziyyətin pisləşməsi və rəsmi Vaşinqtonun Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək etməməsidir. Azərbaycan Birləşmiş Ştatlardan Ermənistana təzyiq göstərməsini gözləyir. Sabiq diplomat belə dedi. Rəsmi Bakını Birləşmiş Ştatların yaxın tərəfdaşı kimi görən Morningstar Amerikanın Azərbaycanın yaxşılıqlarını da unutmadığını dilə gətirdi. Amerika ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələr var və bu əlaqələr bir çox halda yaxşı əlaqələr olub. Enerji təhlükəsizliyində əməkdaşlığımız olub. Terrorizmlə birgə mübarizədə yer almışıq. Əfqanistandakı əməliyyatlarda Azərbaycanın dəstəyi olub. O, Amerika hökumətinin Azərbaycana qarşı etinadsızlığının davam edəcəyi təqdirdə Bakının Moskva ilə daha da yaxınlaşacağını düşünür. Azərbaycanın bu toplantıda ciddi tənqid olunacağını düşünən Ermənistan üçün isə fürsət yaranmışdı. Özünü Qarabağ separatçılarının təmsilçisi kimi təqdim edən Aram Avanitsyandan tutmuş, Ermənistan lobbisinin funksionerlərinə dək bir çoxlarını burada görmək mümkün idi. Tədbirə qatılan erməni jurnalist isə sabiq səfirə israrla söylətməyə çalışırdı ki, güya Naxçıvanda olan erməni qəbirlərini Azərbaycanlılar dağıdıb və səfir də bunu görüb. Morningstarın cavabı isə belə oldu ki, dağıdıldığı iddia olunan məzarlığı ziyarət etmək niyyəti olub. Sadəcə ərazinin təhlükəsiz olmaması bu niyyətinin qarşısını alıb.